Hə, mənim balam. Mənə elə gəlir ki, hədə gedişinlə gizlənmir. 21-ci əsrdir. Ən bədbəxtisi aktyordur. Hardan rüşvət alsın, kimdən rüşvət alsın, necə alsın, nətər alsın? Acaba bunu çəkən adam, çəkənlər öz doğmaları ilə, qızları ilə, anaları ilə, bacıları ilə bu filmlərə baxırlarmı? Kişi deyə baxırsan 40 yaşı var. Durub belə mən dünyanın gözəlliyin belə maçka gülüşü ilə. Nə olub? Niyə? Hardan gəlir bu belə belə nazlanmaq, hə, tapdım sözü. Nazlanmaq. Yumurtadan dınq elib çıxan gəlir kinoya çəkilir. Sən kimsən? Üzr istəyirəm. Mən biraz kör-kobud adamam. Tüpürürlər stəkanın içinə, sonra da onu içirlər. Bizim ziyalılar sanki çəkiliblər bir qırağa. Mən ziyalı görmürəm axır vaxtlar. Hardadır ziyalı? 3 dənəsinin adını çək. Çəksən, mən su içməyəcəm, qoyacam yerə. Çək. Salam əziz izləyicilər. Gənclər hara baxır podkast proqramının yeni buraxılışına xoş gəlmisiniz. Qonağımız Azərbaycan kinoteatr aktyoru, rejissor, bədii qiraət ustası Kamran Yunisdir. Xoş gəlmisiniz Kamran bəy. Xoş günümüzə gələk. Dəvət elədiyinizə görə də təşəkkürümü bildirirəm, minnətdaram. Çox sağ olun, var olasınız. Aramızda sizi görməyimizə məmnuniyyət hissi duyuruq. Var olun, təşəkkür. Vaxt itirmədən suallara keçmək istəyirəm icazənizlə. Buyurun. İlk sualım, aktyor olaraq bir obraz sizi dəyişə bilərmi? Yoxsa həmişə siz obrazı dəyişirsiniz? Bu o qədər belə dərin bir mövzudur ki, yəni mən bu 35 ildir bu Azərbaycanda belə deyim də, teatr, kino, serial, bədii qiraət sahəsində, dublyaj sahəsində işləyə ömür boyu da mən bu barədə düşünmüşəm. Aha. Yox, aktyoru dəyişir, insanı dəyişə bilməz. Hər bir insanın, bilirsiniz dəyişən nədir əslində? Bu çox belə, bunu bilmək üçün mən bəlkə də illərimi xərcləmişəm. Həmişə özümə deyirdim ki, bir personaj bir başqa bir personajdan nə ilə fərqlənməlidir? Tutaq bu filmdəki Kamran Yunislə bu filmdəki Kamran Yunisin fərqi nə ola bilər ki? Əslində gərək xarakterlər dəyişsin. Xarakter dəyişəndə hər bir xarakterə uyğun bizim öz var olmamızda bütün xarakterlərimiz var. Biz necə ki xarakterlər sıralamasında xarakterlər, ümumiyyətlə insanlıqda yaxşı insan var, pis insan var, ləyaqətsiz insan var, nadürüst insan var və bütün bu sadaladığım və sadalaya biləcəyim bütün mənəvi dəyərlər və ya mənəviyyatsızlıq kateqoriyaları hər bir insanın var olmasında, hər bir insanın canında, qanında var. Biz insan olaraq hansına daha çox yüklənib yaşayırıq, bu daha önəmlidir. Sabah hansısa bir filmi çəkəndə mənə hansı dəyər lazımdırsa, mən özümün həmin dəyərimdən istifadə edirəm ki, bunu kənardan götürmürəm. Mən Kamran Yunisə özüm haqqında deyirəm. Mən bunu kənardan kimlənsə götürmürəm. Rol oynayayım, artist deyim deyə yox. Kamran nadürüst olsaydı necə nadürüst olardı? Kamran oğru olsaydı, Kamran necə oğru olardı? Kamran filan olsaydı, necə olardı? Və oynayıram, bitirirəm və yenə də həmin Kamranam. Yenə də mənəm, yenə öz yolumda, yenə öz məzhəbimdə, dinimdə, imanımda, öz yolumda. O insan heç vaxt dəyişmir. Bir insan özü dəyişirsə, onun canında, qanında dəyişmək varsa ki, ona xamilyon insanlar deyilir. Bir gün belədir, sabah belə, bir gün belə, sabah belə. O artıq onun bir insanlıq problemidir. Bəli. Digər sualımıza keçək. Sizcə son illərdə çəkilən Azərbaycan filmlərindən, seriallarından hansı cəmiyyətə real fayda qazandırıb, dəyişim yaradıb? Görməmişəm. Çünki axır vaxtlar çox qəribə bir tendensiya baş verir və bu yaranan tendensiya nədirsə, mən bu tendensiyanı həzm eləmirəm, qəbul eləmirəm.
Hətta belə deyim, daha biraz da səmimi olsam deyərəm ki, iyrənirəm artıq. Mən artıq sənətdə var olmağımdan iyrənirəm. Mən 35 il, 40 il, 45 il bundan qabaq Azərbaycan mədəniyyətinə, kinosuna, teatrına gələndə mənəvi dəyərlər belə deyildi. Amma indi baxıram ki, niyəsə görə bugün Azərbaycan kinosunda qəribə bir hardan gəlir bu ab-hava, söyüş-söyüşün dalınca, təhqir-təhqirin dalınca, iyrəncliklər, murdarlıqlar. Əcəba bunu çəkən adam, çəkənlər öz doğmaları ilə, qızları ilə, anaları ilə, bacıları ilə bu filmlərə baxırlarmı? Və yaxud bu çəkilən bu filmlərdən kim nə öyrənir? Hə, cavanam, 22, 23, 24, 25 yaşın var. Hə, bu sənə ləzzət eləyə bilər niyəsə görə ki, düşünmürəm kiməsə bu ləzzət eləsin. Amma eyni sualı o insanlara deyirəm ki, bununla nə qazanırsan? Mən demirəm bununla millətə nə demək istəyirsən, yox. Çünki film, sənət, mədəniyyət əsərləri insanlara ağıl verən insanları tərbiyələndirmir, nə isə öyrətmir, dəyişmək istəmir. Bir ruhsal bir zövq yaşatmalıdır. Bu söyüşdən necə ruhsal zövq alaq biz? Bir seriyaya baxırsan, bir filmə baxırsan, söyüşün maşını bir köpüyə. Nə? Sən bundan güya cürətli olduğunu göstərirsən. Bu cürətli olmaq deyil, bu tərbiyəsizlikdir. Sən bundan güya yenilik eləmirsən, bu yenilik deyil. Nə var, ta ki, Amerikan filmlərində illərlə ta ki, filan söyüşü rahatlığına istifadə edirlər. O, Amerikan düşüncəsidir, Amerikan davranışıdır, Amerikan əxlaqıdır. Yüzillərlə belə gəlib və yüzillərlə də belə gedəcək. Əcəba mən Amerikalıyam-mı? Əcəba mən fransızam-mı, İtalyanam-mı, ya kiməm? Mən kiməm? Birinci mən öz mənimi tanıyım, mən öz kimliyimi tanıyım ki, və mən öz kimliyimdən bu yola çıxım. Mən öz kimliyimdən bu yola çıxmışdım. Bizim Azərbaycan, Azərbaycan mental dəyərlərim, mənim mental dəyərlərimdə, mənim əxlaqımda kişiyə söyüş yaraşmaz, qadına söyüş yaraşmaz. Söyüşü kim söyər? Anasından söyüş eşidən adam. Ya uşaq idi, oturmuşdu, anası atasını söyürdü, atası anasını söyürdü. Bu insanlar böyüyəcək və söyüş söyəcək. Sosial şəbəkələrdə bugün baxaq. Videolara baxsan problem yoxdur. Və girib rəy bölümünə açırsan və görürsən ki, rahatlıqla söyüş istifadə edirlər. Və bu söyüşü yazan adam, inandırırım sizi ki, o öz bacısı ilə də elə danışır. %100 bilməsəm də %99 mən belə düşünürəm. O anası ilə də o söyüşlə danışır. Ya da əks halda riyakardır. Əxlaqsız, riyakarlıq həm də əxlaqsızlıq deməkdir. Əgər belə deyək də, belə bir düşüncə var. Biz bir cür düşünürük, başqa cür danışırıq, tamam başqa cür yaşayırıq, var oluruq. Bu əxlaqsızlıqdır. Bu simasızlıqdır, xaraktersizlikdir. Və bugünkü mədəniyyətimizdə bu xaraktersizlik var. Bugünkü cəmiyyətimizdə bu xaraktersizlik niyəsə görə güya ki, yaşam forması kimi bizə tərənnüm olunur, təlqin olunur. Mən bu xaraktersizliyi qəbul eləmirəm. Mənim ustadlarım, böyük bildiyim sənətkarlar, yəni xarakter önəmlidir. Sən kişisən, kişi söz söyməz. Kişi bir baxar, o baxışı ilə hər şey həll olunar. Qadın bir baxar, onun namusu, qeyrəti, abrı, həyası o baxışında olar. Söyüş. Amma sanki cəmiyyətdə qəbul olunub ki, kişiyə olar, qadınasa yox. Yox, elə bir şey yoxdur. İnsanı var eləyən ruhdur. Mən hər zaman bunu demişəm, deyirəm və yəqin ki, ölənə kimi də bunu deyəcəm. İnsanın qadını kişisi olmur. Olmur. Çünki insanı var eləyən onun ruhudur. Ruh Allahın bizə bəxş elədiyi ən gözəl nemətdir. Biz
fizioloji insanla danışmırıq ha. İnsan ruhundan, insanın insanlığından danışır, onun cinsi olmur. Biz qadınlar belə, biz kişilər belə. Nə? Kişi olub neynəmsən? Və qadın olub neynəmsən? İnsan olub çox şey eləyə bilirsən. Kişi kimi heç nə eləyəmir. Çünki kişini kişi kimi var eləyən qadındır. Qadını qadın kimi var eləyən kişidir. Qadınsız kişi heç nədir. Kişisiz qadın heç nədir. Dünyanı var eləyən qadındır. Qadını qadın eləyən kişidir. Bax, qadınla kişi inyan. Bir-birinə. Vəhdətində dünya var olur. Onların vəhdətindən dünyaya uşaq gəlir. O uşaq da sabah öz vəhdətini axtarır, tapır və belə dünya var olur, tarix var olur, insanlıq var olur. Əxlaqsızlığın cinsiyyəti yoxdur. Qadın önəmlidir, kişi önəmlidir. Ailədə hansı önəmlidir? Hər şey önəmlidir. Ailə ailədirsə, ailədə qadın önəmlidir. Ailəni var eləyən kişidir. Amma ailənin ocağını yandıran, ocağını qoruyan qadındır. Bunları bir-birindən necə ayıra bilərsən? Yəni, bu mümkünsüz bir şeydir. Ona görə də, yəni, mən belə düşünürəm hər şeyi. Qadın bunu eləyə bilər, eləyə bilməz. Əxlaqsızlıq eləyə bilməz. İnsan əxlaqsız ola bilməz. Ola bilməz. Ola bilər, amma olmasa daha gözəl olar. Dünya əxlaqla gözəldir. Dünya sevgi ilə gözəldir. Dünya insanlıqla gözəldir. Mən bir dəfə bunu dedim, məni topa tutdular. Allah Taala bizi xəlq eləyib ki, dünyanı sev, insanları sev. Dünyaya sevgi ver. Sevgi ilə bu dünyada hər şey gözəlləşir. Qalan heç nə ilə gözəlləşmir. Heç nə ilə gözəlləşmir. Ateist də sevəndə dünyanı gözəlləşdirir. Dindar da sevəndə dünyanı gözəlləşdirir. Qadın deyilən, kişi deyilən. Sevginin təriqəti, dini, imanı yoxdur. Allahdan gələn bir şeydir. Amma onun dini, imanı xristiyan, katolik, müsəlman, sünni, şiə deyil. Sevgidir. Vəssalam, qutardı getdi. Allah sevməsəydi dünyanı yaradmazdı. Allah sevməsəydi bizə bu təbəssümü verməzdi. Allah sevməsəydi o incə toxunuşlarımızı bizə bəxş eləməzdi. Elə belə, başqa cür yaradardı bizi. Dünyanı var eləyən sevgidir. Onunsa qadının kişisi olmur. Çox sağ olun. Çox dəyərli fikirləriniz var. Dəyməz. Bəs Kəmran bəy, bəzən olur ki, bəzən yox, çox zaman belədir ki, tamaşaçı aktyorun özünü yox, onun rol aldığı həmən o xarakteri bəyənir və yaxud da ona nifrət bəsləyir. Bu sizə necə təsir göstərir? Sizə qısqanclıq yaradırmı bu? Vallahi mən qısqanc adam olmamışam həyatım boyu. Nə həyatda, nə sənətdə. Mümkün olası bir şey. Qısqanmışam bir müddətdir. Sonra dərk eləyəndə ki, bu onun qismətidir. Allah onu ona yazıb, mənə yazmayıb ki. O ki qaldı, məni kiminsə bəyənib bəyənməməyi mənim sonra da mahiyyət kəsb eləməyib. Bilirsiniz necədir? Mən instituta girənə kimi 4 il mən xalq teatrına getmişəm. 13, 14, 15 yaşımdan. Sonra 5 il universitet oxumuşam. Və oxumuşam. Universitet yeyib gəlməmişəm. Təpik döyməmişəm. Oxumuşam. Özdə çox pis oxumuşam. Səhər saat 7-də evdən çıxırdım. Sabahsı gün səhər saat 4-də, 3-də, 2-də, 1-də, gecə saat 2-də, 3-də, 1-də evə gəlirdim. Və işləyirdim. Qan tər tökürdüm. Qan tər tökə-tökə mən sənət öyrənirdim. Və illərlə o Koroğlunun Qırat kimi ustadım Vaqif İbrahimoğlu bizi elə bir bizi deməyim, məni deyim, elə bir şəraitdə saxlayırdı ki, mən kənara çıxıb nəyisə eləməyə cürət eləmədiyim dövrlər vardı. Çünki mən deyirdim, mən hələ bunu bilmirəm, onu bilmirəm, bunu bilmirəm. Aktyor artisti eləmək demək deyil.
Benim balam. Bu aktyor sənəti deyil. Bu oyunçuluq da oynayırlar. 21-ci əsr, hətta 20-ci əsrin bir yerindən sonra dünya kinosu, teatr bunu sildi. Amma bizdə hələ də qalır. Mənim balam. Mənə elə gəlir ki, hələ gedişinlə gizlənməş. 21-ci əsrdir. Bax dünyaya, qovza başını, bax dünyaya, gör nə baş verir dünyada. Əcnəbilər seyrə balonlarla çıxır. Biz hələ avtomobil minməyirik. Ona görə heç vaxt məndə olmayıb paxıllıq. Qətiyyən. Daha doğrusu sevmişəm. Bir dövrüm vardı ki, kimsə bir qəşəng bir şey oynayanda, bir nəsə gözəl bir oyun sərgiləyəndə mən sevinirdim. Dostlarıma görəm ki, sevinmişəm. Sevinmişəm. Hətta ola bilsin ki, hansısa bir tanışım, dostum deyil. Gözəl bir şey eləyib, həmən götürmüşəm, yazmışam ki, halal olsun, bunu çox gözəl elədin. Gözəlliyi dəyərləndirmək lazımdır. Bunun paxıllığını niyə çəkirsən ki? Sənin əynində olan köynəyin nəyin paxıllığını çəkim? Sənindir, o mənim deyil. Bəlkə sənin içində hansısa bir nöqtədə mənim, tutaq ki, köynəyimə, pencəyimə xoşun gəlir. Amma bu mənimdir. Və insan dərk eləyəndə ki, səhv eləmirəmsə, Üzeyir Hacıyevin sözdür. Deyir, o şeylər ki olmalıdır, o şeylər ki olacaq, deməli elə də olacaq. O şeylər ki olmayacaq, deməli heç olmayacaq. Nə əndişələnirəm, nə kiminsə paxıllığını çəkirəm. Bu yol mənim yolumdur. Mən öz yolumun ağasıyam. Mənim gözüm sənin yolunda niyə gəzsin? Mənim gözüm sənin həyatında niyə gəzsin? Mən öz yolumu sevərək gedirəm. Mən öz Allahıma doğru gedirəm. Öz sevdiklərimlə gedirəm. Öz ruhumla, öz var olmamla, öz addımımla, öz əlimlə, öz barmaq izlərimlə gedirəm. O yolda sənlik heç nə yoxdur. Sən mən ola bilməzsən. Mən sən ola bilmərəm. Allah sənə verdiyi ruzunu mənə verə bilməz. Mənə verdiyi ruzunu sənə verə bilməz. Nəyin paxıllığını çəkim? Kimin paxıllığını çəkim? Mümkün olası bir şeydir. Bir insanın 1 milyonluq maşını var. Mənimsə yoxdur. Niyə onun paxıllığını çəkim? O onu haramla qazanıb alıb, mənsə ala bilməmişəm. Mən nəyin paxıllığını çəkim? Haramın mı? Haramla alınan maşının mı? Ya özümün yaşadığım halal yolumun mu paxıllığını çəkim? Hələ bilmək olmaz. Bəlkə mən inanıram ki, o dünya var, ruhumla anlayıram. Beynim mənə mane olur. Çünki beyin rasional şeyləri qəbul edir. Ruhumuz irrasionallığı qəbul edir. Ruhum deyir ki, o dünya var. Beynim deyir, bəlkə yoxdur. Hamıda belədir. Riyakarlıq eləməyək. Hamıda 1% olsa şübhə var. Çünki getməmişik, görməmişik. Bax, o dünyaya keçdiyimiz məqamda biz görsək ki, orada haram yeyənləri cəzalandırırlar, onda biz xoşbəxt olacağıq. Kimlərsə bizə qibt eləyəcək. Bu nahaq dünyada biz kimlərsə qibt eləyə bilərik. Haq dünyasında kimlərsə bizə qibt eləyə bilər. Hansı paxıllıqdan, hansı qibtədən danışaq. Onu hələ nə sən bilirsən, nə mən bilirəm, nə biz bilirik, nə kimsə bilmir. Onu ancaq Yaradan bilir, Tanrı bilir. Onu da yaşayaraq görərik. Amma belə yox, paxıllığım olmayıb. Paxıllıq insanı cılızlaşdırır. Necə ki, qısqanclıq insanı cılızlaşdırır. Qısqanc insan cılız insandır. Sevdiyi insana inanmayan insandır. Güvənməyən insandır. Necə ola bilər ki, bir 20 il, 30 il, 40 il bir qadınla yaşayasan və ona inanmayasan, güvənməyəsən. Hər bir qadının canında əyri yol varsa, o əyri yola gedəcək. Və yaxud sən nə eləmirsən ki, o əyri yola meyillidir. Bir özündə günah axtar. İnsanlar bəzən kənarda günah axtarır. Ən önəmlisi budur. Gəlin özümüzdə günah axtaraq. Mən nə elədim ki, mən bu yola gəldim? Mən nə elədim ki, mənim qardaşım mənlə belə rəftar elədi? Mən nə elədim ki, mənim dostum mənə xəyanət elədi?
Mən onu illərlə axtarıram. Tapmayan deyirəm ki, yəqin Allahın qisməti belə imiş. O mənada qayıdıram sizin sualınıza ki, eləməmişəm paxıllıq. Paxıllıq eləməmişəm. Bəlkə də o imkanım olmayıb, biraz qeyri-təvazökar da olsa, biraz çünki ətrafımda çox insanlar çox vaxt mənə qibt olunub deyə mən heç kimə imkan tapmamışam, vaxt tapmamışam kiməsə qibt eləməyə. İşimi görmüşəm, nəyisə təhvil vermişəm, sonra təzədən indi başımı aşağı salıb öz işimlə məşğul olmuşam. Vaxtım olmayıb kiməsə paxıllıq eləyəm. Siz bayaq xarakter məsələsinə toxundunuz, aktyorluğa toxundunuz. Fikir verirsinizsə cəmiyyətimizdə hansısa aktyor görəndə onun xarakterini ciddi almırlar. Bir növ deyirlər artistdir. Bu nədən qaynaqlanır? Elə o artistin özündən. O artistin özündən. O sözü deyən adamda da demək problem onda. Yoxsa necə? Yox, söhbət sırf ondan gedir ki, mənim üçün. Bu mənim subyektiv fikrimdir. Məsələn, mən dəyər verdiyim sənətkarlar var ki, mən onlara aktyor deyirəm, sənətkar deyirəm. Amma adam da baxıram, görürəm artistdir. Mən ona salam verməyə belə özümə rəva bilmirəm. Səninki səndə, mənimki məndə. Mən artistlik eləyənləri mən sevmirəm. O, yenə də Fuad Poladovun gözəl bir söz var, ona sual verdilər ki, dünyada ən nifrət elədiyiniz insan, dedi, artist oldu. O mən bu yaddaşımda yazıldı, qaldı. Mən artistlik eləyən insanları sevmirəm. A-dan Z-yə kimi. Hətta o adların içərisində mənim doğmam da olsa belə, doğmam varsa da mən onu da nifrət edirəm. Mən artistlik eləyən adamı sevmirəm. Ya kişi kimi sözünü deyəcəksən, kişi qızı kimi. Ya da mənim üçün durub burada hoqqabazlıq eləmə. Durub mənim üçün oyun oynama, tamaşa oynama. Kino çıxardanlıq eləməklə. Mən elə insanlara nifrət edirəm. Hətta səhnədə belə gedirəm bir tamaşaya oturub baxmağa, görürəm ki, belə naftalin qoxusu gələn tamaşadır, mən sonra da bir də qayıtmıram. Nə mənası var? Sən nə oynayırsan, oynamaqla məni nə ilə təəccübləndirəcəksən? Sən elədiyin şeyi 19-cu əsrdən 20-ci əsrin tutaq ki, 70-ci, 80-ci illərinə kimi görmüşük də. Amma oradan bu yana dünya kino ulduzları var. Artıq dünyanın qapıları açılıb. Bax dünyaya gör, dünyada nə baş verir? İnsanlarda o qürur, əzəmət, səhnəyə çıxanda mənlik, kişilik, o kişilik zadla, bığla, saqqalla bir dik dayanmaqla deyil. İnsanın xarakteri iləndir. Xarakteri iləndir. O Fuad Poladov olmaq lazımdır onun üçün. Həsən Ağa Turabov olmaq lazımdır onun üçün. Yəni, mən istəsəm də dilim dönüb o kəlməni, artist kəlməsini Turabovun, Poladovun adının böyrünə qoya bilmərəm. Bacarmaram. Elə adam da var da, belə baxsınız ki, hadi başla deyən də artistliyə. O adamları mən sevmirəm. Bəlkə də görərəm, salam verərəm, salam. Etika xatirinə belə cüzi bir təbəssüm yetirərəm, amma yox. Mən ona seveyim, onunla oturum. Məsələn, Fuad müəllimlə saatlarla söhbət eləyərdim, doymazdım. Həsən Ağa müəllimlə hər dəfə görüşəndə, hər dəfə söhbət eləyəndə onun xarakterindən, mənliyindən, kişiliyindən, şəxsiyyətindən zövq alırdım. Rasim Balayevlə söhbət eləyirdik, biliyorsun, görüşürdük, saatlarla söhbət eləyirdik və doyulmurdu. O biraz mülayim idi. Doyulmurdu. Amma bir də baxırsan ki, elələrini də tanıyırsan ki, görsən ki, nə vaxtsa bunu dağ bilmirsən, sonra görmürsən ki, yox, o dağın da başına qar yağdı, onda onu silirsən siyahıdan. Çünki şəxsiyyətində boşluq yaranır. Şəxsiyyətində boşluq yaranan insan mütləq artistlik eləməlidir. Mən isə artistləri sevmirəm. Ümumiyyətlə günümüzdə, müasir həyatımızda texnologiya çox böyük inkişaf edib. Bəs bu bizim Azərbaycan
kino studiyalarına, filmlərinə, seriallarına yansıyırmı? Niyə keyfiyyət aşağıdır? Səbəb nədir? Düşüncə. Düşüncə budur. Azərbaycandan kino gözləmə. Azərbaycandan kino gözləmə. Azərbaycanda kino olmayacaq. Və özünü aldadıb kimsə desin ki, kino olacaq. Bu ildə bir dəfə, 2 ildə bir dəfə kimsə gəlir, kino çəkir, bir dənə kino, 2 dənə kino. Kino demək deyil. Kino industriya tamam başqa bir şeydir. Hə, kino təşkilatlarımız var, kino ittifaqı var, nə var, kino, nə bilim, kino birliyi, filan birliyi, beş məkan birliyi, o başqa-başqa şeylərdir. O belə ruslar deyir radiqaloçki, Azərbaycanlılar deyir quş qoymaq xatirinə ki, bizdə də kino var. Hanı kino? Hanı kino? Siz görürsünüz, mən də görüm. Yox, yoxdur. Bu üzdə olanlar da, bunlar da belə deyək də, kimsə hardansa 5 manat, 10 manat tapır, gedir, hə, çəkir. O da ki, kino deməkdir. Necə ki, bir çiçəklə bahar olmur. Bəli. Bir filmlə, 2 filmlə bu yox. Mümkün olası bir şeydir. Çünki Azərbaycanda nə qədər ki, azad iqtisadiyyat yoxdur, azad reklam bazarı yoxdur, kino birbaşa bunun üzərində qurulur. Kinoya kimsə sərmayə qoymaz. İqtisadiyyat elə olar ki, iqtisadiyyatla məşğul olan pul adamları, pullu əmlər, onlar kinoya pul yatırarlar ki, nəyisə reklam eləsinlər. Bugün nəyi reklam eləyək? Nəyi reklam eləyək? Kamran bəy, mən Wikipediyaya nəzər yetirdikdə orada gördüm ki, Hindistanda film festivalında sizin çəkildiyiniz film festivalın açılış filmi olub. Bəli. İstəyərdim bu haqqda danışarsınız. Çünki Hindistan kimi zəngin bir ölkədə filmlərlə xüsusən də necə oldu ki, sizin film açılış filmi seçildi? Bu da Azərbaycan filmi deyil idi. Mənim çəkildiyim İran filmi idi. 2004-cü ildə başladıq, 2005-də bitirdik. 2007-ci ildə Asian Film Fest opening film, açılış filmi kimi dəvət aldı Hindistana, New Delhiyə. Möhtəşəm bir günlər idi. Ümumiyyətlə Hindistan bəyənsəydi də, bəyənməsəydi də, qəbul eləsəydi də, eləməsəydi də, Hindistan mədəniyyət şəhəridir. Orada mədəniyyət şəhəridir. Hətta dilənçisi də bəlkə deyərdim ki, mən elə gördüm ən azından. Çünki mən gözümlə belə oturmuşdum bir kinoteatrın həyətində dayanmışdım, belə baxırdım. Yolun qırağında o dilənçi uşaqlar svetoforun bilirdilər ki, 20 saniyə qırmızı işıq yanacaq. O 20 saniyədə elə bir sirk trükları eləyirdilər. Onun 10 saniyə, 15 saniyəsində o trükları eləyirdilər. Sonra 5 saniyə içində pullarını yığırdılar. Sonra pulları yığıb gətirib verirdilər, kinoteatra girib kinoya baxırdılar o uşaqlar. Bizim üçünsə kinoteatr anlayışı tamam başqa cürdür. Nəysə, sözümün canı deyil, çox möhtəşəm bir günlər yaşadım orada, çox belə deyək, dövlət adamlarının, səfirlərin qonağı oldum, baş nazirdən tutmuş Amerikan səfirliyinə kimi. Hər gün səhər-səhər yuxudan dururdum, hər gün səhər-səhər dəvətnamələr gəlirdi. Filan səfirin evinə, filan səfirin iqamətgahına, filan nazirin iqamətgahına. Amma bunların hamısı mənim üçün maraqsız idi, o qədər də maraqlıdır. Amma ən önəmlisi o idi ki, mən axırıncı gəldiyim gün idi. Mən orada bir kinoteatrda dayanmışdıq. Bir erməni vardı, İran ermənisi idi. Adı Zaven idi. O getmişdi, Bombeyə getmişdi. Getmişdi ora, oradan qayıtmışdı və o danışa-danışa gözünə belə baxırdı belə, nəsə Kamran deyirdi belə. Mən gəldim, yaxınlaşdım, nə Kamran deyə durmusan. Hərsən ki, o 4-5 gün ərzində onun gözüm çıxdıya salmışdım, ermənidir deyə. O nəsə farsça danışırdı,
bizim prodüser də Məhəmməd Ətəbbayi o qayıt ki, bəs bizim filmin Bombeyə getmişdi, orada Kino Akademiyaya, orada da Amitabh Bachchan orada olub. Hətta 2 dəfə filmə baxmışdı. Demişdi ki, nəysə xoş sözlər demişdi haqqımda, mən onları deməyim, desəm biraz təvazökardan uzaq olur. Amma qayıtdım, gəldim Azərbaycana çatanda, gördüm ki, Azərbaycanda heç bu barədə informasiya verilməyib. Bir dənə 525-ci qəzetin lap axırıncı dibində belə yazmışdı. Belə bir film olub, filan beşməkan. Boş qalan bir yerə onu. Halbuki həmin o dövrdə New Delhi dünyanın 200-dən çox qəzeti mənim haqqımda yazmışdı. Hətta New York Times-dan tutmuş. Orada da yazılmış ki, Kamran Yunus loved in world. Kamran Yunus dünyada sevilir. Mən kimin paxıllığını çəkim. Bəs orada izləyicilər necə idi? Tamaşaçılar bizim izləyicilərdən fərqli idilər. Nə ilə fərqli idilər yəni? Orada sənəti deyirəm də, sənətdə dəyər çoxdur. Sənətkara dəyər çoxdur. Orada fərqli, düşüncə fərqi var. Bayaq dediyim şey dedim, kinonun düzəlməsi üçün nə düzəlməli? Düşüncə. Aktyora münasibət fərqlidir. Dünyaya münasibət fərqlidir. Dünya içində nəyi qoyursan, düşüncə fərqlidir. Həm də bilirsiniz necədir? Orada bir aktyorun tutaq ki, aktyor bir işindən qazanır məsələn 1 milyon manat bizim pulla deyək. O aktyor qiymətli olur. Çünki o ayda tutaq ki 5 milyon, 3 milyon, 10 milyon pul qazanırsa, o insan, o aktyor qiymətli olur. Bizdəsə 4 dənə seriyasına 300, 400, 500 manat maaş alan, ya 1000 manat maaş alan aktyorun nə qiyməti olacaq? 300, 400 manat maaş alan aktyora kim hörmət edir? 300, 400, 500, 600 manat maaş alan müəlliməyə, müəllimə kim hörmət edir? O yerdə rüşvət də olar, saxtakarlıq da olar, filan da olar, beşməkan da olar. Ən bədbəxtisi aktyordur. Hardan rüşvət alsın, kimdən rüşvət alsın, necə alsın, nətər alsın, necə yaşasın? Azərbaycanda ən başı qapazlı məxluq aktyorlardır. Ən başı qapazlı. Hamı hər yerə çağırır. Yazı aktyor da deyəndə mən buna görə filan qədər mənə verirsən, pul da verməliyəm sənə. Qalırsan belə ki, niyə verməməlisən? Necə olur ki, sən adi bir spisikanı gedib dükandan havaya ala bilmirsən, amma sən bir sənətçini dəvət edirsən və buna nəsə bir qəpik quruş vermək haqqında düşünə bilmirsən. Ən dəhşətlisi budur. Ən dəhşət. Məndən inciyirlər. Kamran Yunus mənim şeirlərimi oxumur. Deyirsən, mən pulla oxurum. Pulla? Nəylə olmalı? Qənfi kağızı ilə. Sevdiyim insanları özüm oxuyuram. Bu mənim şəxsi seçimimdir. Bunu görürəm, oxuyuram. Bu mənim öz seçimimdir. Kənardan da biri baxır, küsür Kamran, mənim şeirimi oxumadı, mən küstüm. Gözlərim adı küs. Münasibət fərqlidir. Bəs Kamran bəy, sizcə niyə belə film sahəsinə pul az ayrılır? Səhv eləmirəmsə? Ayrılmamalıdır. Bax, bayaq dediyim düşüncə niyə ayrılmalıdır? Sistem elə qurulmalıdır ki, o sistemin içində kino öz payını götürə bilsin. Filmə niyə pul ayrılmalıdır? Sovet rejimində yaşayırıq. O Sovet Sosialist Respublikalar İttifaqı idi ki, pul ayrılırdı hər şeyə. İndi ayrılmamalıdır. Bir prodüser gedir, gəlir iş adamına deyir ki, mən filan şey haqqında film çəkmək istəyirəm. O da layihəyə baxır, deyir, tamam, mən buna 10 milyon verirəm. 20 milyon verirəm. Danışırlar, orta məxrəcə gəlirlər. Çünki bu filmin çəkilməsində iş adamı maraqlıdır. Və
çəkiliş heyəti maraqlıdır. Sistem belə qurulur, dünyada belədir. Biz də hamı götürüb gözləyir ki, dövlət bizə pul ayıracaq. Dövlət sənə niyə pul ayırmalıdır? Və niyə belədir? Çünki dövlətin kino strukturu düzgün deyil. Kinoya münasibət hələ də Sovet dövründə olduğu kimi qalıb. Heç kimə pul ayırmamalıdır. Mən bugün gileylənmirəm ki, mən işləmirəm. Niyə gileylənim? Mən otururam evdə, sən zəng edirsən, Kamran müəllim, film çəkirəm, sizə plan rolu, falan. Mən oxuyuram ssenarini, deyirəm, bəli, mən buna görə plan qədər istəyirəm, sənin üçün tamam. Orta məxrəcə gəlirsəm, siz mənə bir qonorar verirsiniz, mən bu qonorara müqabilində çəkilirəm. Sonra bir il çəkilməsəm, mənim dünyayla vecim olmur. Çünki mən buradan ta ki 100.000 qazanmışamsa, mən ötən qarşıdan gələn illərimi 100.000-in müqabilində təmin edəcəm. Amma bir də var ki, mən alıram ta ki ayda 400-500 manat maaş alıram hansısa bir filmdən, serialdan. Film qutaran kimi pulla qutarır. Yazıq aktyor qalır dilənçi yerində. Niyə? Niyəyə görə? Sistem iflic vəziyyətindədir. İflic, yəni bu durub indi hansısa bir kinodan danışar. Mümkün deyil. Həqiqətən çox ağır məsələlərdir bunlar. Çox. Mən istəyərdim biraz da səhnə arxası kadrlardan danışaq. İzləyicilərimizə də bu maraqlı olar. Sizin başınıza gələn hadisələr maraqlı, yadda qalan. Və bir də əlavə olaraq, yəqin ki, bəzən sizə ssenari təqdim olunanda sizin özünüzün də ora artırmalarınız olur. Elə şey əsasən olmur. Olmur. Nə olur? Bugün mənim ola bilir. Çünki tutaq ki, biz çəkilişə gəlirik, mən deyirəm ki, mənim elə bir imkanım var tutaq ki. Çünki çəkiliş meydançasına gedəndə Rövşən İsaq bilir Kamran Yunus kimdir və yaxud Vüqar Əmirov bilir Kamran Yunus kimdir. Bunun artırmaları, bunun ağlına gələn düşüncələri, o da öncədən deyirəm ki, mən burada belə bir şey eləmək istəyirəm. O da deyir ki, Kamran mənim, sizə hər şey olar. Yəni, Rövşən İsaq həmişə mənə deyir, Kamran mənim, sizə hər şey olar. Mən nəyisə eləmişəm, o da baxıb, deyib ki, Kamran mənim, bu əladır. Bir dənə də belə yoxlayaq, belə yoxlamışıq, belə yoxlamışıq və axırda orta bir məxrəcə gəlmişik. Amma mən belə o, bəzən o kinonu bilməyən adamlar deyir ki, filan kəs təsadüfən çəkiliş meydançasında bunu elədi. Rejissor da baxdı, elə şey olmur. Kinoda elə şey olmur. Bu yalan bir söz. Çünki necə, yəni kinoda, televiziyada oturmuşuq burada. Bir kamera oradan çəkir, bir kamera buradan çəkir. Əgər kino olsaydı, bir dənə opşi kadr hardansa qoyulacaqdı. Yəni, bugünkü Azərbaycan filminin texniki tərəfini nəzərə alsaq, həmişə 2 kamera gəlir və 2 kamera olduğuna görə bəzən bir kadr 4 dəfə, 5 dəfə çəkilir. 4 dəfə, 5 dəfə çəkilən yerdə mən nə sürpriz eləyə bilərəm ki, o rejissorun gözündən yayınsın və onu ruslar demişkən propuskat eləsin. Mümkün olası bir şey deyil. Rejissor görür, film ortaya çıxana kimi senarist var, rejissor var, montajör var, svideniyası var, filanı var, beşmi. O lazım deyirsə onu hər an, hər yerdə kəsə bilərlər. Mümkün olası şey deyil. Mən burada sürpriz eləyim, rejissor üçün ki, ayda, getdi bu yerini, mən görməmişəm. Necə görməmişəm? O efirə çıxana kimi bir 50 dəfə, 1000 dəfə ona baxırlar. İğrənənə kimi baxırlar. Mənim bu dəqiqə belə bir imkanım var. Ki, nəyisə təklif eləyə bilərəm, kontekstində təklif eləyə bilərəm. Kontekstində, əgər filmin paradigmasını bilirsənsə, alt qatını, onun müqabilində özünün, belə deyim də, psixotexniki elementlərindən, psixotexniki yanaşmanla sintagma qatına nələrisə belə əlavə eləyə bilirsən. Yoxsa elə belə dünənki uşaq gəlsin ki, mən burada təklif eləmirəm. Sən ged elə özünü əyağına və əllərini qoymağa yeri tap.
Aktyorlar var, əllərini idarə eləyə bilmirlər. Əllərini idarə eləyə bilmirlər. Elə bilə. Mən aktyor tanıyırdım, 60 yaşı vardı. Ömrü boyu adını çəkmir. Ömrü boyu səhnədə oldu. Ömrü boyu bütün rollarını Əliba pencəyində belə dayanırdı. Filan. Filan. Və 60 və xalq artisti. Olsun. Ondan deyil ki. Yəni o ki qaldı maraqlı hadisə, ən maraqlı hadisə İran filminə çəkilirdik. Gəldilər ki, gedirik su qovuşan tərəfə. Neçənci ildə oldu bu? Su qovuşan yox. 2004-2005 bu illərdir. Kürün Xəzərə töküldüyü yerə tam ora gedirik. Deməli bir göl axtarırıq. Gölün içində çəkiliş olmalıdır. Biz gəldik, deməli ki, bu Lənkəranda idi. Lənkəranda biz qalırdıq. Oturduq maşına səhər-səhər gedirik çəkiliş yerinə baxmağa. Alınsa oradan zəng eləyəcəyik, çəkiliş qrupu gələcək, orada çəkəcəyik. Nəsə gedirik. Gəldik bir dar belə bu tərəf dənizdir, bu tərəf dənizdir. Biz də yolun orta ilə gedirik belə. Allah! Maşının təkərləri belə deyək də, yəni durub yol verəsən, yox, elə bir imkan yoxdur. Fırtla ilanları belə tapdalaya gedirik. İlan qaynaşır. Dənizdən çıxanı, girəni, yolu keçmək istəyəni belə fırtla, yol doludur ilanlama belə dəyişir. Belə baxdım belə. Dedim, mən anlamadım. İndi mən bu gedib çatdığımız yerdə də bu ilanlar var. Dedilər, baba nə bə, qorxaysan. Dedim, yox, qorxmuram. İlandır da bu. Baba qorxaysan. Dedim, yox. Amma qorxuram bax. Qorxmurdum, çirkinirdim. Qorxmurdum. O vaxtda biraz cavan idim, lap belə beynim qanlı idi. O qədər də qorxmurdum. Sonra orada biz yer tapa bilmədik, xoşumuza gəlmədi. Gəldik, hansısa kənd idi. Orada bir göl tapdıq. Orada da eyni situasiya oldu amma. Biz gölün içində, deməli səhər saat 9-da mən gölün içinə girdim çəkiliş üçün. Axşam saat 6-7-də səhv eləmirəmsə göldən çıxdım. Gölün içində girib çıxırdım hərdən birdən. Hər dəfə də göldən çıxanda orada bir kletka araq qoymuşdular belənçinə. Hər dəfə mən göldən, çünki yay payız idi. Yaydı, payız idi. Həm də ağacın kölgəsində çəkirdik. Mən hər dəfə sudan çıxanda arağı tökürdülər mənim belə başımdan aşağı belə belə eləyirdilər, qısındırırdılar ki, güya mən xəstələnməyim, eləməyim, amma ona baxmayaraq mən oradan çıxıb gələndə xəstələnmədim, amma bir Bakıya çatanda evdə gəldim, evdə oturdum, birdən gördüm ki, bütün bədənim əsir. Uzandırdılar, üstümə 3 dənə yorğan atdılar, mən bədənim tir-tir əsirdi. Hardasa bir 4 dəqiqə, 3 dəqiqə belə köhnə maşın kimi dır. Ondan sonra yavaş keçdi, getdi, ondan da sağaldım. O nə isə bir nəfəs kimi o titrəmə gəldi də, getdi də. O mənim üçün heç vaxt yadımdan çıxmır. Bir də ki, biz getdik Savalan dağının ətəyində çəkirdik. Orada məndən də böyük çoban itləri var idi. Onların üstümə hücum eləməyi, onların əlindən qaçmağım, o dəhşətli bir şey idi. O nə isə, o itin əlinə düşsəydim, it məni 2 saniyədə məhv eləyərdi. Yəni, belə bir şeylər olur. Kino gözəl bir şeydir. Olsa təbii ki. Təbii ki. Siz 5000-ə yaxın film səsləndirmisiniz. Dublaj işi ilə məşğul olmusunuz əvvəllər, bildiyim qədərilə. Ümumiyyətlə film aktyorluğu ilə səs aktyorluğunun əsas fərqi nədir? İstəyirəm bu suala cavab verəsiniz. Mən indiki dublajdan heç razı deyiləm. Dostlarımın xətrinə deyəcək. Dublaj çox ağır sənətdir. Yəni film səsləndirmək ağır sənətdir.
Mən həmişə illərdir bu cümləni deyirəm, yenə də həmən cümləni təkrar edəcəm. Bir aktyorun ayaq üstə qaçaraq, qovaraq filan elə beşməkan elədiyini dublyaj aktyoru mikrofonun arxasında eləməlidir. Dublyaj aktyoru o qədər peşəkar olmalıdır, aktyor olmalıdır. Tekst oxuyan yox, mətn oxuyan yox. Aktyor olmalıdır. Belələrsə bu dəqiqə azdır. Barmaqla sayaram. Sadəcə ehtiyac bilmirəm. Sadəcə olaraq indi bölüblər. Hə, dublyaj aktyoru, bu kino aktyoru, bu teatr aktyoru. Nə? Fərqi nədədir? Bunların buynuzu var, bunlar xırda buynuzludur, bura iri buynuzludur. Yox, elə bir şey yox. Aktyor aktyordur da. Bu aktyordur. Bu kinoda da eyni şeydir, teatrda da eyni şeydir, dublaja gəlsə də eyni şeydir. Səhnəyə çıxıb bədii qiraət eləsə də eyni şeydir. Yox, bədii qiraət başqa, yalan deyirsən, başqa şey deyir. Bax, Azərbaycanda qiraət eləyənlərin 99% zayıdır. Niyə? Çünki aktyor deyirlər. Aktyor deyirlər. Danışıqları defekti başdan ayağa. Çənə işləmir. Bugün birinə qulaq asıram. Bunu heç yerdə demirəm ha. Yəni niyə mən deyim o uşağın qəlbini qırım? Xoşu gəlir də oynayır. Öcüq oynayır. Şeirlə öcüq oynayır. Şeirlə gizdanpaç oynayır. Da bilmir ki, məsələn, dərsə gedən bir uşaq çıxdı buz üstə qoçaq. Çənə işləmir. Qaşlarının, miyak qıznak var işıqlarda. Tövbə estağfurullah. Deyəcəm, yenə də xətirlərini deyəcəm, demirəm. Qaş hamısı əladılar. Super. Belə mən baxıram, zövq alıram. Yəni, çiçəklənən Azərbaycanın fonunda o bədii qiraətçilərdən zövq almamam mümkündür. Nə deyim? Bir şey ki, deməklə düzəlməyəcək. Niyə deyim özümü pis eləyim? Hamısı gözəldilər, hamısı əladılar. Hər birinə uğurlar arzulayıram. İstəyir dublyajına, istəyir bədii qiraətinə, istəyir aktyor sənətinə. Amma belə olmaz. Sənətə bu cür münasibət olmaz. Olmaz. Amma çox dəyərli sənətçilərimiz də var ki, baxıram, fəxr edirəm. Doğrudan qürur duyuram, zövq alıram. Bəs ümumi olaraq siz ortaya iş ərsəyə gətirəndə sizin üçün əsas önəmli olan baxış sayı olur, yoxsa keyfiyyət? Özüm. Bayaq onu gətirirdim, deyəsən yarımçı qaldı fikrim. Özüm. Mən illərimi ona görə xərcləməmişəm ki, kimsə kənarda duran mənim xoşuma gəlmədi. Gözlərim aydın. Dünən axşam saat 8-dən başlamışam bir şeiri işləməyə. Axşam saat 8-dən. İndi buradan çıxanda belə paylaşdım deməyim. YouTube-a qoydum, açmadım şeiri. Hərçənd açmaq istəyirdim, sonra evdən çıxmaq istəyirdim. Açmadım. Çünki nəsə vardı, xoşuma gəlmirdi. Tapa bilmirəm nədir. Siz təsəvvür edin ki, kompüterin iş stolu, raboçi stolu doludur video ilə, səslə. 1, 5, hamısı eyni şeydir. Onu istədiyimi ala bilmirəm. İstədiyim o deyir, o enerjini ala bilmirəm. Şeirdir də, gəl ayaz günləri, ilin əziz gün. Də, yox, elə deyil. Bir şeirin enerjisi olmazsa, ətri qoxusu olmazsa, onun bir enerji ötürücülüyü olmazsa, nə söz deyirsən, çıxdı da. Fərqi nədir, onu kim dedi? Bu, qoy deyim də, bu dəqiqə aktyor sənətində də, bədii qiraətdə də qəribə bir dənə gözəlləşdirmə baş verir. Kişi deyə baxırsan 40 yaşı var, durub belə, mən dünyanın gözəlliyin, belə maçki gülüşü ilə, nə olub? Niyə?
Hardan gəlir bu belə o belə nazlanmaq, hə, tapdım sözü. Nazlanmaq. Bunu qadın eləsə başa düşürəm. Sən kişisən. Gülümsəmək başqadır, nazlanmaq başqa şeydir. Təbəssüm başqadır, naz satmaq başqadır. Bu aktyor sənətidir, bu sənətdir. Mən 5 il belə bayaq dedim, təpik döyməmişəm indi sənətin yollarına. Kişilənmək başqa şeydir, kişilik başqa şeydir. Bizdə hər şey niyə söyür? Niyə artistlik baş verir? Çünki ağac kökündən qidalanmır. Ağac necəsə havada dayanır. Yumurtadan dınq edib çıxan gəlir kinoya çəkilir. Sən kimsən? 3 dənə gəl, 3 dənə aktyor sənətindən sənə sual verim. Bunun cavabını tap ki. Sən tapsan mən sənətdən çıxıb gedirəm. Mümkündür. Niyə? Çünki savadsızdılar. Savadsız adam da olur nə? Artist. Artist. Ona görə kinomuz da bu gündədir. Ona görə seriallarımız da bu gündədir. Havada dayanır. Kökü yoxdur. Balaca Şahzadədə deyir, onların kökü yoxdur. Bugünkü sənət bu gündədir. Dublaj bu gündədir. Bugünkü bədii qiraət də bu gündədir. Ona görə hörmət sahibi deyirlər. Ona görə istənilən adam istənilən sözü deyə bilir. Və bu da, yenə də deyir, amma dəyərlərimiz var. Maraqlı uşaqlar var. Bayaq adını eşitdim. Azər Aydəmir maraqlı sənətçidir. Ruslan Rasim Cəfərov maraqlı sənətçidir. İlham Hüseynov gözəl sənətçidir. Maraqlı uşaqlar yetərincə var. Yəni kimsə de mən bunların adlarını niyə çəkirəm? Çünki qoydum kimsə haqq verməyim ki, Kamran Yunus heç kim bəyənmir. Yox, bəyənirəm. Bəyəndiyim uşaqlar var. Hamıdan fərqli mən ad çəkə bilirəm. Dəyərlərin adını çəkə bilirəm. Mən o aktyorlardan deyirəm, kimsə adını çəkəməyəm. Azərbaycan mədəniyyətində yetərincə mənim son serialda oğlum oynayan Niyaz İlyasoğlu belə aktyordur. Gözəl aktyordur. Vicdan haqqında mənim tərəf müqabilim olan Məlahət Əhməd gözəl sənətçidir. Potensiallı sənətçidir. Amma bu uşaqlar yəni çəkilirlər, eləyirlər, amma bu daha belə elə olmalıdır. Bu uşaqlar çəkdiyi zəhmətlərindən qazandığı pulla daha yaxşı yaşamalıdırlar. Ömürlərin, günlərin yola verməməlidirlər. Bizdəsə yola verdi, baş verir. Siz bayaq çox maraqlı bir ifadə işlətdiniz ki, nazlanmaq. Bəli. Onu təbliğ edən şəxslər var cəmiyyətdə. Bununla onlar nəyə nail olmaq istəyirlər? Bu dünyanın bu dəqiqə insanlara yeritdiyi bir ideologiyadır. Mən bunu deyim, istəsəz kəsin, istəsəz saxlayın. Ən son bundan bir 5 gün qabaq iyrəndim belə, nifrət elədim. Mən bu barədə bir video yığacaqdım, yəqin öz səhifəmdə paylaşmaq üçün. O bir üzdən İraq vardı, bir adını çəkməyim. Üstünə siqnal qoya bilirsiniz adını çək. Bax o nəsə bir hardansa çıxır və Azərbaycan qızları qırırlar özlərini ondan şəkil çəkdirməkdən ötürü. Sən qadınsan, sən qızsan və işlərində hicablı, nə bilim, örtülü xanımlarımız da var idi. Bu iyrəncdir. Və bunu bizə kim məcbur edir ki, biz belə olaq? Niyə? Niyə bu üzdən İraqlar bugün gündəmdədir? Bunu kim, hardan idarə eləyir? Necə idarə eləyir? Yaxşı, məni niyə idarə eləyə bilmirlər ki, mən o üzdən İraqları görən geyim onların yanında durum şəkil çəkdim. Çünki ləyaqət önəmlidir. Ailədən gələn tərbiyə, Rusun bir sözü var, struna, məğzi önəmlidir, şəxsiyyət məğzi var. Və bugün həmin o üzdən İraqlar sizin dediyiniz at oynadırlar. Çünki bunlar hardansa maliyyələşirlər, hardansa bunları arxa duran, dayaq duran, bunları gətirib adam sayan var, bunları adam eləyən var. Mən fikir verirəm, rəylərdə onu söyən insanlar daha sonra onun canlısını ona hədiyyə atırlar. Bəli, bəli. Milyona yaxın insanlar baxır onların canlısına. Üzr istəyirəm.
Mən biraz kör-kobud adamam. Tüpürürlər stəkanın içinə, sonra da onu içirlər. Niyə? Necə olur bu? Necə olur bu? Bayaq dediyim şəxsiyyətsizlik budur. O dünənləri bir gözəl bir söz dedi ki, kimlərinsə şəxsiyyət vəsiqəsi falan. Dedim, o cür insanlar. Dedim, ümumiyyətlə gəlin şəxsiyyət vəsiqəsinin adını dəyişək. Çünki şəxsiyyət vəsiqəsi şəxsiyyətdə olar. Elə insanlar var ki, onlar şəxsiyyət deyirlər. Ona niyə şəxsiyyət vəsiqəsi? Türkiyədə çox gözəl bir söz var. Kimlik. Bəli. Kimlik kartı. Elə insanların kimlik kartı ola bilər. Onların şəxsiyyət vəsiqəsi ola bilməz. Şəxsiyyət böyük sözdür. Hər yoldan ötən gələ-güdə şəxsiyyət ola bilməz ki, onun vəsiqəsi də olsun. Mümkündür. Amma Allah Taala hər bir yaratdığını şəxsiyyət potensialında yaradır. Səndən şəxsiyyət olmursa, deməli sənin dədəndə bu olmayıb. Dədəndən ananın bətninə bu keçməyib, ananın bətnindən bu dünyaya bu şəxsiyyət gəlməyib. Amma Allah Taala hər kəs o potensialı verib. Sən şəxsiyyət ola bilmirsənsə, günah sənin özündədir, ailəndədir. Onu cəmiyyətdə axtarma. Və sən şəxsiyyətsizliyinlə təəssüflər olsun ki, cəmiyyəti də şəxsiyyətsizləşdirirsən. Bir növ bu çox yayğın olub, hətta məktəblər arasında da Olacaq. adi bir hal olub. Olacaq. Hələ bu jurnalın üz qabığıdır. Bizim görəcəkli günlərimiz qabaqdadır. Çünki bu hardansa idarə olunur. Əgər 3, 2, 3, 4 yaşına çatan bir uşağın əlinə tənbəl anacıqlar telefonu verir, gəl oğlum oyna, ana telefonla danışır. Ana seriala baxır. Bunu eləyib körpə uşağa telefonu verə bilirsə, biz cəmiyyətdən nə gözləyək? Analar egoistləşib, atalar egoistləşib, ailələr egoistləşib, cəmiyyət egoistləşib. Hər kəs öz nəfsini güdür. Hər kəs öz mədəsini, öz cibini, öz bu boyda özlərin içində millət olmaq çətin bir şeydir. Kütlə olmaq normal bir şeydir. Kütlə də nədir? Mən uşaqlıqdan məsələn Balakəndə gedirdim, gəlirdim. O mal sürüsü. Kimsə ki arxadan gəlir, ho və kütlə olar, heyvan kütləsi gedir. Bax, indi həmin kütlə niyəsə görə axmaq tərəzdanma. Kimsə məni niyə idarə eləməlidir? Axı biz böyük millətik, biz dəyərli millətik. Bizim gör kimlərimiz olub. Biz Nizamidən, Füzulidən, Nəsimidən, Üzeyir bəydən, Tofiq Quliyev, Cahangir Quliyev, Ədil İskəndərov. Gör biz tarixə necə şəxsiyyət, dünyanın heç yerində Azərbaycanın tarixə verdiyi qüdrətli şəxsləri deyərdim, heç bir yerdə heç kim verməyib. Nəsrəddin Tusimiz, Lütfuzadəmiz, bu deyək dünyanın bütün o belə deyək də bu texnologiyası Lütfuzadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsinin üstündə var olur. Bəli. Tamam. Bu boyda millət indi 5 dənə, 10 dənə, 20 dənə, 100 dənə, yəni bu üzdən iraqlar. Mən bunu bir növ birisi ilə qaynaqlandırıram həm də. Bizim ziyalılar sanki çəkiliblər bir qırağa. Mən ziyalı görmürəm axır vaxtlar. Hardadır ziyalı? 3 dənəsinin adını çək. Çəksən, mən su içməyəcəm, qoyacam yerə. Çək. Amma ziyalı. Ziyalı yox, ziyalı. Sizin üçün bəs normal ziyalı dediyiniz şəxsiyyət necə olmalıdır? Ola bilsin ki, bizə görə dəyişir. Sizin üçün necə? Müəllim kimi. Aha. Ziyalı odur bu dəqiqə. Elşad Miri kimi ziyalı odur. Danışır və işıq salır. Ziya verir bu dünyaya. Fərq eləmir. Dinindən, imanından asılı olmayaraq ziyalıdır. Ziyalı millətin haqqını, el obasının haqqını deyə bilən insandır. Kim deyir? Bir nəfər də var, o dediyiniz insanlardan ki, kütlə tərəfindən çox yaxşı sevilir.
Yəqin bildiniz kimi demək istəyirəm. Bildim, bayaqki söhbətimizin müqabilində gəlir. Kəraməti mi deyirsiniz? Bəli, bəli. Mən çox istəyərdim bu gün ki, kəramət həqiqətən də sözün əsl mənasında yaradıcılığı ilə o qədər gözəl məşğul olsun. Mən kəramətin yaradıcılığını görüm. Məsələn, 5 dənə belə deyim də gündəmə işləyən statusları görəndə bir 4 dənə də onun yaradıcılığından nümunələr görüm ki, mən bunları oxuyum, bu şou tərəfi, o biri tərəfini oxusun. Kəramət istedadsız insan deyil. Kəramət qorxmazdır, kəramət sözünü deyə bilən insandır. Amma mənim əlimdə bir silah var. Mən bunu nəyə istifadə edirəm? Mən bu suyu içə də bilərəm. Mən bu suyu kameranın üstünə vurub kameranı xarab da edə bilərəm. Hansını edirəm? Faydalı iş əmsalı nədir? Kəramət bu mənada mən kəraməti daha ali inkişafını görmək istəyən adamlardanam. Kəramət qorxaq, çəkingən adam deyil. Kəramət yetərincə sözünü deyə bilən və var olması ilə həm özünə düşmən, həm də özünə dost qazana bilən insanlardan biridir. Onu sevə bilərsən, sevməyə bilərsən, amma Azərbaycan gerçəkliyində bir kəramət fiquru var. Bilmirəm, ziyalı bu barədə fikirləşməmişəm. Ziyalıdır ya ziyanlıdır, o barədə düşünməmişəm. Amma bilirəm ki, onun ziyalı potensialı, onun ziyası daha çoxdur. Bəli. Anladığım qədərilə siz onda o potensialı görürsüz, amma Bəli. hal-hazırki fəaliyyəti sizi qane eləmir. Yox, qane eləmir. Mən sevdiyim insanları daha ali görmək istəyirəm. Mənim ustadım deyirdim ki, müəllim bunu düz eləmədim. Deyir ki, düz elədin. Deyirəm, bən niyə mənim üstümə qışqırırsan? Deyir, mən sənin potensialını görürəm ki, sən daha nələr eləyə bilərsən. Ona görə hirslənirəm ki, mən bu boyda görürəm, sən buradasan. Burada olanda mən hirslənirəm. Kəramət daha böyük şeylər eləyə bilər. Azərbaycan ədəbiyyatı üçün, Azərbaycan nəsri üçün. Cəmiyyət ona kömək olmur ki, o kitab satmaqla məşğuldur həm də. Yəni, yaz söz kitabını satmaz. Bu da bizim gerçəkliyimizin problemidir, kəramətin problemi deyil. Acı həqiqətdir. Bəli. Aktyor, ziyalı, aktyor, rejissor, rəssam bu sabahın çörəyini, evə nə alacam, evim var, yoxdur, kirayə pulu, qaz pulu, işıq pulu, it pulu, pişik pulu düşünməməlidir. Düşünməməlidir. Öz yaradıcılığına bir vaxt ayırmalıdır. Amma bizim sənətkarların 100-dən bir 85, 90-95%-nin beyninin böyük hissəsi o məişət qayğılarına o qədər vaxt ayırır ki, yaradıcılıq barədə çox nadir hallarda, ali şeylərə getmək haqqında çox nadir hallarda düşünürlər. Sizinlə həqiqətən söhbət etmək çox zövq verir. Çox faydalı düşüncələriniz var, həm cəmiyyət üçün, həm bizim üçün. Mən sonda olaraq bilirəm ki, siz şeir qiraətçisiniz. Sevdiyinizsə, ürəyinizə toxunan bir şeiri səsləndirəsiniz burada, mümkünsə. Mən bir gün üfüq olmuşdum. Nə oldu bilmədim, görünmədim. Mən bir gün çığır olmuşdum. Gedib gələn olmadı. Ot bastı üstümü, görünmədim. Mən bir gün təbəssüm olmuşdum. Nə oldu bilmədim, görünmədim. Vaqif Səmədoğlu. Çox sağ olun Kəmran bəy. Bugün bizlə oldunuz. Öz fikirlərinizi bizimlə bölüşdünüz. Mən təşəkkür edirəm. Dəyər verib dəvət elədiyinizə görə, sayğınıza görə, çaya görə,
Xoşdur, hər Xoş zaman. söhbətə görə, sevgiyə görə, sayğıya görə. Var olasın. Çünki ən önəmli şey mənim üçün bu verilişdən də, hər şeydən də önəmli sizin ruhunuzdan duyduğunuz sevgidir. Buna görə təşəkkür edirəm. Yaxşı ki varıq. Xoşdur. Siz bu sevgini qazanmısınız. Sağ olun əziz izləyicilər. Beləliklə podkastımız yekunlaşdı. Özünüzə yaxşı baxın.